Novruz bayramı Azərbaycan xalqı üçün ən vacib və ənənəvi bayramlardan biridir. Hər il baharın gəlişi ilə birlikdə evlərdə bayram hazırlıqları başlayır. Bazarlarda isə canlanma müşahidə olunur. Bəs 2025-ci ildə bazar qiymətləri ilə bağlı vəziyyət necədir? Qiymətlər əvvəlki illərlə müqayisədə artıbmı? Bu bahalaşmanın səbəbi nədir? Satıcılar və alıcılar nə düşünür? Son günlərdə sosial şəbəkələrdə və media platformalarında insanlar ərzaq məhsullarının, xüsusilə də bayram süfrəsinə lazım olan məhsulların bahalaşdığını bildirir. Paytaxt Bakıda və digər böyük şəhərlərdə, marketlərdə və bazarlarda şəkərbura, paxlava, qoğal, qoz fındıq, un, yağ və ətin qiymətində hiss olunacaq dərəcədə artım qeydə alınıb. Məsələn, qoz və fındıq ötən illə müqayisədə 20-30% bahalaşıb, un və şəkərin qiyməti isə 15% artıb. Əsas səbəb ixal məhsullarının qiymətlərinin qalxmasıdır. Xüsusilə bayram öncəsi ətin kiloqramında 3-5 manat bahalaşma müşahidə olunur. Bununla yanaşı şirniyyat məhsullarında da artım müşahidə olunur. Paxlava və şəkərburanın hazırlanması üçün lazım olan əsas məhsulların bahalaşması bu məhsulların da qiymətini artırıb. Bəs bu artımın əsas səbəbləri nədir? Hər il Novruz bayramı ərəfəsində bazarlarda alıcı sayı kəskin artır. Tələb artdıqca təbii olaraq bəzi məhsulların qiyməti də yüksəlir. Xüsusilə Novruz süfrəsinin əsas məhsullarına olan tələbat bazar qiymətlərinə birbaşa təsir edir. Azərbaycan bazarlarına bəzi məhsullar xaricdən gətirilir. Qlobal inflyasiya, nəqliyyat xərclərinin artması və beynəlxalq bazarlarda ərzaq məhsullarının bahalaşması ölkədaxili qiymətlərə də təsir edir. Xüsusilə qoz fındıq, şəkər və yağ kimi məhsullarda bu təsiri daha çox görmək mümkündür. Son aylarda Azərbaycanda yanacaq qiymətində dəyişiklik olmasa da, ümumilikdə logistik və daşınma xərcləri artıb. Bu da kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını bahalaşdırır. Bazarlarda bəzi satıcılar və alverçilər bayram öncəsi fürsətdən istifadə edərək qiymətləri süni şəkildə artırırlar. Bu, hər il müşahidə olunan bir tendensiyadır. Dövlət qurumları bu məsələyə qarşı nəzarəti gücləndirsə də, bəzi hallarda bu süni bahalaşma qaçılmaz olur. Bazarlarda satıcılar bildirirlər ki, məhsulları özləri də bahalırlar və qiymət artımı məcburidir. Alıcılar isə bu bahalaşmadan narazıdırlar. Bir çox insan bayram süfrəsi üçün lazımi məhsulları almaqda çətinlik çəkir. Bəs qiymətlərin azaldılması mümkündürmü? İlk növbədə dövlət nəzarətini gücləndirmək lazımdır. Süni qiymət artımının qarşısını almaq üçün dövlət qurumları monitorinq aparmalı və qanunsuz bahalaşmaya qarşı tədbirlər görməlidir. Azərbaycan daxili ərzaq istehsalını artıraraq ixaldan asılılığı azaltmalıdır. Ailələrə sosial yardımların artırılması və güzəştlərin tətbiqi bazar qiymətlərinin təsirini azaltmağa kömək edə bilər. Bəs sizcə qiymətlər süni şəkildə artırılıb, yoxsa bazar şərtlərinə uyğundur? Rəylərinizi gözləyirik. Daha çox araşdırma üçün Gündəm TV YouTube kanalına abunə olun.